Ona görə deyir ki, alimlər, əsasən 3 zikir vardır ki, dilindən düşürmə. Əstəğfurullah, Peyğəmbərimiz onun əhl-i beytinə Allahın salam və salavatı olsun. Bir də ki, la havlə və la quvvətə illə billah. Yəni, güc, qüdrət sahibi yalnız Rəbbim sənsən. Onun ki, istiğfar günahlardan xilasdır və onlardan uzaqlaşmaqdır. İstiğfar, yəni Allaha qayıdışdır. Ona görə də hər bir insanın səhvi var. Hər bir insan acizliyini etiraf etməlidir. Rəbbinizdən bağışlama diləyin, sonra ona tövbə edin ki, o sizə bol-bol yağış göndərsin, qüvvənizə qüvvət qatsın və günahkar olaraq üz çevirməyəsiniz. Bağışlayandır Rəbbimiz. Günahlar insanı həlakə aparır. Ona görə təmizlənmə yolu nədir? Allah Taala'dan bağışlama diləmək. Əstəğfurullah isə ağır yükləri yüngülləşdirir. Dağların belə daşıya bilməyəcəyi yükləri silər. Səhifəsində çox istiğfar olan adama nə xoş olsun deyir. Əgər günah səni zəiflədibsə, istiğfar düzəldəcək səni. Soruşdular, insan nə faydalıdır? Bir alimdən soruşurlar. Təsbih, yəni digər zikirlər, yoxsa istiğfar, əstəğfurullah? O belə cavab verdi. Əgər təmizsənsə, başqa zikirləri, əgər günahlarla çirklənmisənsə, o zaman əstəğfurullah dinə. Yəni, hər bir insan öz halını bilir. Baxın, həmçin əstəğfurullah sıxıntıların yox olması deməkdir. Necə ki, Peyğəmbərimiz buyurur, kim istiğfara davam edərsə, Allah onu hər dərdindən çıxış yol açar, hər kədərini sevincə çevirər və gözləmədiyi yerdən ona ruzu verər. Və xüsusən də ki, Şaban ayında artırmaq lazımdır. Ramazana pak girək. Çox kim istiğfar diləyərsə, Allah da onu bağışlayar və öndə gələn xeyir mövsümündə müvəffəq edər. Bu, bütün İslam alimlərin tövsiyəsidir.